Hər vaxtınız xeyir. Bu videoda şəxsi ilimizin hesablanmasını öyrənəcəyik. Şəxsi ilin hesablanması numerologiyada təqvim ili ilə deyil, insanın doğum günündən növbəti doğum gününə qədər götürülür. Yəni şəxsi il heç vaxt 1 yanvardan başlamır. Məsələn, doğum tarixi 17.07.1983-cü il olan bir insan üçün şəxsi 2026 ili onun doğum tarixinin 2026-cı ilindən başlayır və 17.07.2027-ci il tarixə qədər davam edir. Bu səbəbdən 1 yanvar şəxsi il hesablamasında əsas götürülmür. Şəxsi ili hesablamaq üçün doğum gününün rəqəmləri, doğum ayı və cari ilin rəqəmləri toplanır. Alınan nəticə şəxsi ilin enerjisini göstərir. Burada çox vacib bir qayda var. Əgər hesablamanın nəticəsi 22 daxil olmaqla 2 rəqəmli alınırsa, bu rəqəmlər bir rəqəmliyə endirilmir. Amma 22-dən sonra alınan bütün rəqəmlər bir rəqəmliyə endirilir. Bu hesablamanı təkcə cari il üçün yox, istənilən il üçün edə bilərsiniz. Hər bir ili ayrıca hesablayaraq, həmin ilin həyatınızda necə keçdiyini analiz edə, hansı mövzuların ön plana çıxdığını daha aydın görə bilərsiniz. Hətta keçmiş illəri də hesablayaraq, o dövrlərdə yaşadığınız hadisələri, dərsləri və təcrübələri şəxsi ilin enerjisi ilə müqayisə edib, daha dərin anlayış əldə etmək mümkündür. Əgər şəxsi iliniz 4 alındısa, bu il aktiv hərəkətlər, real addımlar və məsuliyyət ili hesab olunur. Bu dövrdə artıq xəyallarla yaşamaq yox, reallıqla üz-üzə qalmaq lazım gəlir. Əgər uzun müddətdir düşündüyünüz ideyalar, planlar və ya yaxınlarınızla paylaşdığınız məqsədlər varsa, bu il onlar sınaqdan keçəcək. Həyatda mümkün olan layihələr irəliləyəcək və ya vaxtı çatmayan planlardan isə imtina etməli olacaqsınız. Bu il sizdən əvvəlkindən daha çox nizam-intizam, səbir və israr tələb olunur. Tələsik qərarlar yox, düşünülmüş və ardıcıl addımlar ön planda olmalıdır. 4 enerjisinin əsas devizi diplomatiya ilə yanaşı qətiyyət göstərməkdir. Məhz bu yanaşma sizi məqsədlərinizə doğru səhvsiz aparacaq. Eyni zamanda bu dövrdə mühüm qərarlar vermək, əldə etdiklərinizi qorumaq və yeni məsuliyyətlər götürmək lazım gələ bilər. Bu enerji şəxsi həyatda da ciddi mövzuları gündəmə gətirir. Həyatınıza uzun müddət rol oynayacaq bir insan daxil ola bilər. Bu adətən sabitlik, təhlükəsizlik və qayğı hissi verən, məsuliyyətli və güclü xarakterli bir şəxs olur. Ailədə isə güclü xarakterli, iradəli övladın dünyaya gəlməsi mümkündür. Peşə və iş sahəsində 4 enerjisi yüksəliş və möhkəmlənmə gətirir. Vəzifə artımı, rəhbər mövqeyə keçid, öz biznesini qurmaq və ya ciddi maliyyə layihələrində iştirak etmək üçün əlverişli zamandır. Daşınmaz əmlak, tikinti və uzun müddətli investisiyalar mövzusu da aktiv ola bilər. Qadınlar üçün burada vacib məqam öz qadınlığını itirməməkdir. Hər şeyi tək başına və sərt şəkildə üzərinə götürməməkdir. Bu dövrdə ata ilə, kişi qohumları ilə və xüsusilə keçmiş partnyorlarla münasibətləri nizamlamaq çox vacibdir. Yarımçıq qalmış münasibətlər, incikliklər və danışılmamış mövzular bu ilin potensialını zəiflədə bilər. Keçmişi bağlamaq, daxili konfliktləri həll etmək uğurun açarlarından biridir. 4 enerjisi kişi enerjisinin üstünlük təşkil etdiyi bir dövrdür. Bu həm qadın, həm də kişi üçün keçərlidir. Qətiyyət, məntiq, struktur, məsuliyyət və nəticəyə fokuslanmaq bu enerjinin əsas xüsusiyyətlərindəndir. İnsan öz sərhədlərini daha aydın müəyyən edir, problemləri sistemli şəkildə həll etməyə başlayır və məqsədi daha aydın görür. Müsbət tərəfdə bu ilin liderlik keyfiyyətləri güclənir, karyera və biznesdə ciddi perspektivlər açılır. Realist yanaşma, möhkəm iradə və səy ilə böyük nəticələr əldə etmək mümkündür. Maliyyə savadlılığını artırmaq, investisiya mövzularını öyrənmək və gələcək üçün möhkəm baza qurmaq üçün uyğun dövrdür. Ailə və nəsildəki kişi fiqurları ilə sağlam münasibət saxlamaq bu enerjini daha da gücləndirir. Mənfi tərəfdə isə qadının həddindən artıq kişi enerjisinə keçməsi, sərtlik və aqressiya riski yarana bilər. Güc yolu ilə nəyisə sübut etməyə çalışmaq, kişi qohumlarla konfliktlər və məsuliyyətdən qaçmaq bu dövrü çətinləşdirə bilər. Dəyişikliklərdən qorxmaq və inkişafdan imtina etmək də
Bu enerjinin kölgə tərəflərindəndir. Sağlamlıq baxımından ümumilikdə güclü enerji və yüksək həyat tonusu müşahidə oluna bilər. Amma mənfi tərəfdə baş ağrıları, halsızlıq və hərəkətsiz həyat tərzi problemlər yarada bilər. Xüsusilə ata xətti ilə bağlı irsi mövzulara, irsi xəstəliklərə diqqət yetirmək vacibdir. İş və maliyyə sahəsində böyük imkanlar açılır. Müqavilələr, razılaşmalar, uzunmüddətli layihələr uğurla inkişaf edə bilər. Amma bu il heç nə asanlıqla başa gəlmir. Nəticə tamamilə sizin zəhmətinizdən, məsuliyyətinizdən və ardıcıllığınızdan asılı olacaq. Şəxsi münasibətlərdə isə bu dövr əlaqələrin möhkəmləndiyi, daha sabit, etibarlı hala gəldiyi bir mərhələdir. Amma həddindən artıq təhlükəsizlik və rutin münasibətləri dar çərçivəyə sala bilər. Ona görə sabitliklə yanaşı canlılığı və emosional yaxınlığı qorumaq vacibdir. Əgər hesablamadan sonra 5 rəqəmi alındısa, bu il insanın həyatına daha dərin məna axtarışını gətirən bir dövr olur. Bu il əsas sual belə səslənir. Mən etdiklərimi niyə edirəm? Bu mənim üçün nə dərəcədə dəyərlidir? Əgər bu suallar indiyə qədər sizi düşündürübsə, qarşıdakı 12 ay ərzində onlara cavab tapmaq üçün kifayət qədər imkanınız olacaq. Amma bunun üçün əvvəlcə öz baxışlarınızı, inanclarınızı və prinsiplərinizi yenidən gözdən keçirməlisiniz. Bu dövrdə siz anlayacaqsınız ki, bəzi dəyərlər artıq köhnəlib, bəziləri isə sizə uşaqlıqdan, ailədən və ya cəmiyyətdən ötürülüb, amma əslində sizə aid deyil. 5 enerjisi bu köhnə şablonları dağıtmaq və yerinə sizin daxili dünyanıza uyğun yeni dəyərlər formalaşdırmaq üçün verilir. İl sonunda dünyaya baxışınız, prioritetləriniz və həyat mövqeyiniz xeyli dəyişə bilər. Bu il ailə mövzusu xüsusilə ön plana çıxır. Yaxınlarınızın problemləri, ailə məsələləri, nəsil içində münasibətlərin tənzimlənməsi sizin diqqətinizə tələb edə bilər. Bu dövr evlilik, ailə qurmaq və uşaq sahibi olmaq üçün əlverişli sayılır. Ailədə yeni ənənələr yarana, köhnə problemlər həll oluna bilər. Amma burada əsas məsələ balansdır. Yaxınlarınıza həddindən artıq bağlanmaq, onların həyatını yaşamaq, özünüzü qurban mövqeyinə salmaq düzgün deyil. Böyüyən uşaqları müstəqil həyata buraxmaq, böyüklərlə hörmət və qayğı çərçivəsində münasibət saxlamaq vacibdir. Əsas olan başqalarına dəstək verərkən öz həyatınızı və öz dəyərlərinizi unutmamaqdır. 5 enerjisi prioritetlərin yenidən düzülməsidir. Bu təkcə düşüncələrdə yox, real həyatda da özünü göstərə bilər. Evdə, işdə, münasibətlərdə və daxili dünyanızda nizam-intizam yaratmaq istəyi güclənir. Bu dövrdə həm fiziki, həm də emosional təmizlik çox önəmlidir. Düşüncələri qarışıq, həyatı plansız olan insan üçün bu il çətin keçə bilər. Vaxt resursuna daha ciddi yanaşmaq lazımdır. Gecikmələr, məsuliyyətsizlik və dağınıqlıq bu enerjidə problemlər yarada bilər. Öz rejiminizi qurmaq, planlı yaşamaq, hər şeyi yerbəyer etmək sizi daxili rahatlığa aparacaq. Bu dövr təhsil, inkişaf üçün də uyğundur. Yeni biliklər almaq, kurslara qatılmaq həm şəxsi, həm də peşəkar sahədə özünüzü inkişaf etdirmək faydalıdır. Amma bu il yalnız öyrənmək yox, bildiklərinizi paylaşmaq, öyrətmək önəmlidir və yol göstərən roluna keçid mümkündür. Xüsusi diqqət sənədlərə, rəsmi işlərə və kağız məsələlərinə yönəlməlidir. Hər şeyin düzgün rəsmiləşdirilməsi, qaydalara uyğun aparılması vacibdir. Bu enerji qanun, sistem və qaydalarla sıx bağlıdır. Müsbət tərəfdə bu il ailə qurmaq, uşaq sahibi olmaq, münasibətlərin sürətlə inkişaf etməsi mümkündür. Vergilər, hüquqi məsələlər, rəsmi işlər uğurla həll oluna bilər. Həyatda nizam yaranar, karyera yüksəlişi baş verə bilər və siz başqalarını bilik götürməyə başlaya bilərsiniz. Mənfi tərəfdə isə qanunla bağlı problemlər, ailə daxilində konfliktlər, uşaqlarla anlaşılmazlıqlar və ümumi xaos yarana bilər. Nəsihət verən, hökm edən mövqedən uzaq durmaq, özünüzü başqalarından üstün tutmamaq vacibdir. Bu dövrdə ata ilə bağlı mövzularda aktuallaşa bilər. İnciklikləri buraxmaq və qəbul etmək enerjinizi təmizləyəcək. Sağlamlıq baxımından xroniki problemləri diqqətdən kənarda qoymaq olmaz. Zərərli vərdişlərdən imtina etmək, düzgün qidalanmaq və psixoloji vəziyyətə diqqət yetirmək vacibdir.
İnformasiya çoxluğu baş ağrılarına və miqrenlərə səbəb ola bilər. Ona görə də istirahət etməyi öyrənin. İş və maliyyə sayəsində bu il sizin mənəvi dəyərləriniz sınağa çəkilə bilər. Qaydalara əməl etmək, qanundan kənar yollardan uzaq durmaq çox önəmlidir. Qısan qazanc və riskli sövdələşmələr bu dövrdə ciddi problemlərə səbəb ola bilər. Şəxsi münasibətlərdə isə bu il daha çox mənəvi yaxınlıq, etibar və ruhani bağlar ön plana çıxır. Partnyora baxışınız dəyişə, münasibətlər daha yetkin və dərin mərhələyə keçə bilər. Hadisələr səviyyəsində bu enerji evlilik niyyəti, ailə qurmaq və ya hamiləlik mövzularını göstərə bilər. Əgər hesablamada şəxsi iliniz 6 alındısa, bu il emosiyalarla zəngin, hisslərin gücləndiyi və qəlbin ön plana çıxdığı bir dövr sizi gözləyir. Bu il yaşadığınız duyğular çox dərin və təsirli ola bilər. Emosiyalar konkret bir insanla, bir münasibətlə, sevdiyiniz bir işin uğurla tamamlanması ilə və ya sadəcə həyatın sizə verdiyi xoş sürprizlərlə bağlı ola bilər. Nə baş verirsə versin, bu hissləri laqeyd keçirməyin. Onları minnətdarlıq və sevinclə qəbul edin. Bu dövr sizi həqiqi məninizlə üz-üzə gətirir. Əgər indiyə qədər xoşbəxtliyin xarici şəraitdən, insanlardan və ya hadisələrdən asılı olduğunu düşünmüsünüzsə, bu il anlayacaqsınız ki, əsl xoşbəxtliyin açarı sizin daxilinizdədir. Daxili ziddiyyətləri aradan qaldırmaq, özünüzlə barışmaq sizə yeni qapılar açacaq. Bu da yeni işlərə başlamağa, çətinlikləri aşmağa və konfliktləri daha asan həll etməyə kömək edəcək. 6 enerji ili münasibətlər ilidir. Ətrafınızdakı insanlarla əlaqələr, sevgi, gözəllik və daxili harmoniya ön plana çıxır. Bu dövrdə balans çox vacibdir. Öz hisslərinizə qulaq asın və başqalarının istəklərinə görə yox, ürəyinizin səsinə uyğun hərəkət edin. Ətraf mühitinizi gözəlləşdirmək, yaşadığınız məkanı rahat və estetik etmək istəyiniz arta bilər. Eyni zamanda özünüzə daha çox diqqət ayırmaq, özünüzü əzizləmək, bəzəmək və sevmək ehtiyacı yaranır. Bu il sevgi və toxunuşlara olan ehtiyac daha güclü hiss olunur. İnsan həm özü mehribanlıq göstərmək, həm də qarşılığında bunu almaq istəyir. Bu dövrdə insan tez aşiq ola bilər və ya artıq mövcud olan münasibətdə daha dərin yaxınlıq axtarar. Əgər partnyor varsa, diqqət münasibətin keyfiyyətinə, emosional bağlılığa yönələr. Əgər lazımi diqqət və qayğı alınmırsa, incikliklər yarana bilər. Bu zaman susmaq və içinə qapanmaq düzgün deyil. Açıq danışmaq, istəklərinizi ifadə etmək münasibətləri xilas edə bilər. Bu il ailədə uşaq planlaşdırmaq mövzusu da aktuallaşa bilər. 6 ünsiyyət qabiliyyətlərini gücləndirir. İnsanlar arasında olmaq, sevilmək, bəyənilmək istəyi artacaq. Sosial həyat canlanar, tədbirlər, görüşlər, şənliklər çoxala bilər. Eyni zamanda hobbilərə, xüsusilə yaradıcı fəaliyyətlərə vaxt ayırmaq arzusu yarana bilər. İstər dizayn, istər sənət, istərsə də bitkilərlə məşğul olmaq kimi. Əgər ətrafınızdakı insanlarla, xüsusilə yaxınlarınızla anlaşmazlıq yaranarsa, ilk addımı siz atmağa çalışın. Barışıq və yumşaqlıq ilk növbədə sizin daxili vəziyyətinizə müsbət təsir göstərəcək. Müsbət tərəfdə bu il yeni romantik münasibətlər üçün əla zamandır və mövcud əlaqələri möhkəmləndirmək mümkündür. Çoxlu yeni tanışlıqlar, aktiv sosial həyat və xoş hadisələr gözlənilir. Bu dövr həm də insanın öz çağırışını tapması, sevdiyi işi seçməsi üçün əlverişlidir. Evlilik üçün də uyğun bir enerjidir. Əsas tövsiyə ürəyinizin səsinə qulaq asmaqdır. Bu il həyat parlaq, gözəl və emosional ola bilər. Amma mənfi tərəfdə ideallaşdırma təhlükəsi var. Həm insanları, həm də həyatı olduğundan daha mükəmməl görmək sonradan məyusluqlara səbəb ola bilər. Aşağı özünə qiymət, görünüşündən narazılıq, dəyişmək istəyi, qarşılıqsız sevgi, xəyanət və ünsiyyət problemləri mümkündür. Bu il həyat sizə kimlərin qalacağını, kimlərin isə yolunuzdan çıxacağını göstərə bilər. Gedənləri saxlamağa çalışmayın. Bu ətrafınızı təmizləmək üçün verilmiş bir şansdır. Sağlamlıq baxımından ümumilikdə vəziyyət yaxşıdır.
Amma hormonal balansı yoxlamaq faydalı olar. Emosional dalğalanmalar mümkündür. Bəzən bu dövrdə insan üçün ən yaxşı dərman başqa bir insanın sevgisi və dəstəyi olur. Estetik mövzular da aktuallaşa bilər. Görünüşdə nəyisə dəyişmək istəyi yarana bilər. İş və maliyyə sahəsində seçim mövzusu yenə ön plana çıxır. Yeni istiqamət seçmək, iş dəyişmək, yeni layihəyə başlamaq mümkündür. Partnyorla əməkdaşlıqdan gəlir əldə etmək və ya yeni layihə üçün maliyyə dəstəyi almaq ehtimalı yüksəkdir. Şəxsi münasibətlərdə isə bu il həm yeni sevginin yaranması, həm də mövcud münasibətdə xoşbəxtlik tapmaq mümkündür. Amma bunun üçün seçim etmək lazımdır. Əsl xoşbəxtlik nədənsə könüllü şəkildə imtina edib, mən yoluma bu insanla davam edirəm dediyiniz anda açılacaq. Həyat alma-vermə balansı üzərində qurulub. Balansı qorusan, yeni karma yaratmazsan və yolun daha aydın olar. Əgər bu mövzu sənə dəyər qatdısa, kanala abunə ol, videonu bəyən və dostlarınla paylaş. Sənin dəstəyin bizim işığı daha çox insana çatdırır.